Bilmem bu nazenin kimin isteyli yarıdır. Ya hansı bəxtiyarlərin bəxtiyarıdır. Açdıqca gül cemalini eller fərəhlənir. Güya gözəllik aləminin nuharıdır. Dünya bu nazenin melekin həsretin çekir. Xəlqin sevimli afeti həm şəhriyarıdır. Yüz dəfə yansaq eşq oduna qorxu bilmədik. Çünkü diyarımız bizim odlar diyarıdır. Bir vaxt secdegah idi ateşperestlərə, şəhri səbah ki mərkezi dərya kənarıdır. Qan etmə sağı bağrımızı badə tez getir. Doldur qədəhləri gecemiz keçdi yarıdır. Her kim deyirsə sevme bu rəna gözəlləri, bilmir ki sevgi alem bir ixtiyarıdır. Bir gün gələr ki ben gedərəm, xalqı söyləyər, biçare vaidin bu qəzəl yar. Öz əlimlə eşq mülkün gör nə viran etmişəm. Bir vəfasız güldən ötürü xarə çox yalvarmışam. Hər zaman bülbül kimi min ahu əfqan etmişəm. Eşqdə yanmaqdan özgə bir əlamət görmədim. Könlümü pərvanə tək çox şəmə qurban etmişəm. Eşq çövründən qurtarmaq bir sağalmaz dərd imiş. Mən bu dərdin çarəsin ölməklə asan etmişəm. Məndən əvvəl yoxdur bir aşiq diyarı eşqdə. Eşq dərsin mən gedib Məcnunə əlan etmişəm. Biz kimi ya? Meclisin o meclisidir. Düppədöz, biz kimi? Meclis onun meclisidir. Biz kimi? Meclis onun meclisidir. Biz kimi? Meclis onun meclisidir. Xaliqin zərrəsidir növ-ü bəşər. Zərrənin qismətinə zərbə düşər. Zərrələr get-gedə lap zərrələşər. Kim kiçilməzsə o haqqın sesidir. Kim kiçilməzsə o haqqın sesidir. Biz kimi? Meclis onun meclisidir. Biz kimi? Meclis onun meclisidir. Əhli eşqi yaradan şahidimiz, eşqimizdir dinimiz, zahidimiz. Elə bir zərrədir ki vahidimiz. Cümlə şeir əhli onun zərrəsidir. Cümlə şeir əhli onun zərrəsidir. Biz kimi? Meclis onun meclisidir. Biz kimi? Meclis onun meclisidir. Herkesin öz nəfəsi, öz sesi var. Her kuşun nəğməsi var, ləhcəsi var. Adəm o kəsdir ki bir kimsəsi var. Vahid hər kimsə sözün bir kəsidir. Vahid hər kimsə sözün bir kəsidir. Biz kimi? Meclis onun meclisidir. Biz kimi? Meclis onun meclisidir. Varsa qeyrət hərəmiz bir kəs olaq. Yoxsa bari lal olaq, dinməz olaq. Atılan toplara diksinməz olaq. Bu səda sabirin ölməz səsidir. Bu səda sabirin ölməz səsidir. Biz kimi? Meclis onun meclisidir. Biz kimi? Meclis onun meclisidir. Yatmasaydıq nə də bəxt yatmaz idi. Dözməsəydik bizi dərd udmaz idi. Bəlkə yad zərbəsi heç tutmaz idi. Babəkin şövqi bizi ləngüsüdür. Babəkin şövqi bizi ləngüsüdür. Biz kimi? Meclis onun meclisidir. Biz kimi? Meclis onun meclisidir. Dünənim zalıma tab zülmə cavab. El tutan el yetirən cümlə savab. Bugünümdən danı şeyxanı xərab. Bir eli yıxmağa bir əlbəs edir. Bir eli yıxmağa bir əlbəs edir. Biz kimi? Meclis onun meclisidir. Biz kimi? Meclis onun meclisidir. Madmazellər ki bizi məst elədi. Şərimiz xeyrimizi üstələdi.
Sol gözüm sağ gözüme qəsd elədi. Hadi. Sağ kolum sol kolumun baisidir. Sağ kolum sol kolumun baisidir. Döndərin qafiyəni siz tanrı. Söz tapa öz yerini siz tanrı. Teşekkür ederim. Hoş gördük her birinizi. Sesiniz gelsin. Hey. Sədaqətən deyilən sözdür şu vardı meyxana Bizə qədmidən qalırdı yadigardı meyxana Bədahətən deyilən sözdür şu ardı meyxana Bizə qədmiddən qalıbdı yadigardı meyxana Yadigardı meyxana Yadigardı meyxana Hey! İçində möcüzələr doludur ədəbiyyatımızın Bu sənətdə çox incə yoludur ədəbiyyatımızın Folklor janrıdır bir qoludur ədəbiyyatımızın Ora daxildir sanmayın ki kənardı meyxana Bədahətən deyilən sözdür şu vardı meyxana Bizə qədmidən qalıbdı yadigardı meyxana Bədahətən deyilən sözdür şu vardı meyxana Bizə qədmidən qalıbdı yadigardı meyxana Deyilən meyxanalar hər biri təbdən yaranıb Çox suallar verilir hansı səbəbdən yaranır Kökünü xırdalasaq zatı ərəbdən yaranıb Bu səbəbdən əruzla əlaqədardır meyxana Bədahətən deyilən sözdür şu vardı meyxana Bizə qədmidən qalıbdı yadigardı meyxana Bədahətən deyilən sözdür şu vardı meyxana Bizə qədmidən qalıbdı yadigardı meyxana Deyilən meyxananın şah beyti qafiyədir Deməyə növbə çatıb müddəti az saniyədir Təb olmasa şairin deməyə ixtiyarı nədir Təbin gələndə isə bir ixtiyardı meyxana Bədahətən deyilən sözdür şu vardı meyxana Bizə qədmidən qalıbdı yadigardı meyxana Bizə qədmidən qalıbdı yadigardı meyxana Bu səbəbdən əruzla əlaqədardı meyxana Mən də həmkarlarım da birdir bizim niyyətimiz Deyirik meyxananı xalqa budur xidmətimiz Qoymarıq ki əzilə tapdalana sənətimiz Nə qədər ki biz varıq bizimlə vardı meyxana Bədahətən deyilən sözdür şu vardı meyxana Bizə qədmidən qalıbdı yadigardı meyxana Bədahətən deyilən sözdür şu vardı meyxana Bizə qədmidən qalıbdı yadigardı meyxana Bədahətən deyilən sözdür şu vardı meyxana Bizə qədmidən qalıbdı yadigardı meyxana Bədahətən deyilən sözdür şu vardı meyxana Bizə qədmidən qalıbdı yadigardı meyxana Meyxana! Teşekkür ederim. Sesiniz gelsin. Möhtəşəmsiz her biriniz. Teşekkür ederim. Var olasınız. Bir şey qeyd eləmək istəyirəm. Bunu hər zaman həmkarlarıma da demişəm. Meyxananı qəbul etməyən insanlara da demişəm ki, mən Rus sektorunu bitirən qızam. Mən İngiliscə səlis danışmağı bacaran qızam. Amma mən bir ömür meyxananı dinləmişəm. Teşekkür ederim. Ve çok sevinirəm ki, burada mənim ustad dostlarım var. Birazdan onların da çıxışı olacaq. Amma hal-hazırda Allah rəhmət eləsin. Bilirsiniz ki, bu mahnı bizə çox uğuru gətirdi. Allah anası Pikə xanıma can sağlığı versin. Aydın Xırdalanlı, mən bu dünyada ədalət görmədim ki, görmədim oxuyacağım sizin üçün. Amma Prometesiz olmaz. Bir alqışlarınızla Prometeni də dəvət eləyək. Çünki onun da bu layihədə əziyyəti çoxdur. Salam Amina, salam hər kəsə. Xoş gəlmişsən. Elə bilirəm solo konsertimdir. Çox gözəldir sizin hamınızı burada görmək, bu məclisə yığışmağınız. Bu alqışlar sizin üçündür. Mənim üçündür. Yox. Yox, özüm üçündür. Ədalət görmədim. Amma siz də kömək eləyin bir alqışlarla. Hamımız da bərabər oxuyacağıq bu mahnını. Bizi burada tək qoymayın. Getdi. Bravo.
Qatarıma çəkilir həyat bağlarım. Çətinə düşməmiş görünmür heç kimin üçüzü və daha çox dəyərə minir keçmiş çağları. Tanıyıram insanların iki yüzü var, dövranınsa var üç yüzü. Çoxdan qar götürüb üstünü güvənilən dağların. Görən hər kəs yumub gözün. Mən sənə dəm xarkən sən həmdəm oldun özgəyə. Bel büküldü, üz qırışdı, sal nəzər hər cizgiyə. Toy ömrüm keçdi hicranında, baxdım güzgüyə. Gəncliyimdən bir əlamət görmədim ki, görmədim. Mən bu dünyada ədalət görmədim ki, görmədim. Dözdüm ərzümə səadət görmədim ki, görmədim. Mən bu dünyada ədalət görmədim ki, görmədim. Dözdüm ərzümə səadət görmədim ki, görmədim. Axtardım, tapa bilmədim, ona görə qapandım içimə mən. Öyrəndim, kəşf etdim özümü illər boyu, bələdəm gücümə mən. Dərs oldu, hər səhvim ödədim zamanla, əvəzin gücləndi. Dərs oldu, deyəcək qədər səhv etdim, hazıram hücuma mən. Eşqimi qəlbimdə bilməzdim, qərib eylər fələk. Hər nə qədri aşinalar var, rəqib eylər fələk. Çox ümid etdim ki, xoş günlər nəsib eylər fələk. Gözlədim saat və saat, görmədim ki, görmədim. Mən bu dünyada ədalət görmədim ki, görmədim. Dözdüm ərzümə səadət görmədim ki, görmədim. Mən bu dünyada ədalət görmədim ki, görmədim. Dözdüm ərzümə səadət görmədim ki, görmədim. Mən bu dünyada ədalət görmədim ki, görmədim. Dözdüm ərzümə səadət görmədim ki, görmədim. Mən bu dünyada ədalət görmədim ki, görmədim. Dözdüm ərzümə səadət görmədim ki, görmədim. Təşəkkür edirik. Təşəkkürlər. Mən istəyirəm bir kəlmə, bir-iki kəlmə söz deyim. Çox sağ olun Vüqar bəy. Səhnənin arxasında çox ciddi şairlər dayanıb. Burada oturan insanların arasında həmkarlarımı da görürəm. Televiziyada işləyən həmkarlarımı da görürəm. Və demək istəyirəm ki, biz doğrudan Azərbaycanda çox az şey var ki, onun ətrafında toplaşa bilirik. Ondan biri, bəlkə də ən birincisi sözdür. Bizim üçün söz hər şeydir və bugün də sözə görə buraya yığışdığınıza görə sizə bir daha təşəkkür edirəm. Çox sağ olun. Təşəkkür edirik, var olun. Görüşənə dək. Maddi vəsait, vaxt imkanı ayırıb bura gələn hər kəsə böyük təşəkkürümüzü bildiririk. Çox sağ olun. Hamınızdan xahiş edirəm, mümkün qədər boş yerlər varsa yaxınlaşın. Kim uzaqdan bizi görmə imkanı zəifdirsə, rahatdırsa yaxınlaşa bilər. Hamınızdan xahiş edirəm, çox səmimi olaq. Bu gözəl konsertin qarşıda olan dəqiqələrin təşkilatında böyük əziyyətlər, böyük zəhmətlər durur təbii ki. Və buna da sizin hər zaman iştirakınıza, dəstəyinizə böyük ehtiyacımız var. İnşallah istəyirik ki, bu konsertləri davamlı olaraq eləyək. Bugün burada görəcəyiniz, iştirak edən iştirakçılardan başqa da bəzi insanlar dəvət eləyək və bu inşallah ki, il boyu bir neçə dəfə təkrarlanmağı üçün Ülvi qardaşımız var, təşkilatçı. Ülvini alqışlayaq, gözəl alqışlarla. Ülvi qardaşımız böyük vəsait ayırıb, böyük bir zəhmət çəkib. Ona görə də bu ancaq meyxana sevərlərə olan bir sovqatdır. Deməli, bayaq dostlarla səhnə arxasında danışırıq. 93-cü ildə mən 19 yaşım var idi. Və o vaxtı Qoxmaz Əlilinin təşkilatçılığı ilə Bakı Dövlət Sirkində belə bir konsert oldu. Ora yüzlərlə, minlərlə tamaşaçılar yığışdı. Ora mən bilməm, 1800 nə qədərsə adam tuturdu. Onda biz böyük rəqəmləri deyə bilmirdik. Onda elə 5-lə, 10-la yola verirdik. İndi bugün 1800'lər çıxıb, 2000'lər çıxıb.
Bakı Dövlət Sirkində ilk dəfə bu oldu. Sonra 2013-cü ildə də yenə Əli Ağa Vahid ustadımızın şərəfinə bir konsert oldu. Və bir neçə illik fasilədən sonra bugün də Nəvəran qəsəbəsində yerləşən Sibris şəhərciyində bu gözəl məkanda bunu eləməyə müəssər olduq. Bura gələn hər bir meyxana həvəskarını, xiridarını ürəkdən salamlayıram. Çox sağ olun, gəlmişsiniz, xoş gəlmişsiniz. Və bu alqışlara görə təşəkkür edirəm və bunun davamlı olmağı üçün biz sizdən xahiş edirik ki, siz də təşəbbüs göstərəsiniz, səy göstərəsiniz və bu konsertlərin sayı nəinki təkcə Bakıda, Respublikamızın bütün bölgələrində olması üçün müraciətlər eləyə bilərsiniz. Çox uzadı vaxtımızı almayacağım, bircə xahişim olacaq ki, artıq burada bu vaxta qədər gördüyünüz çıxışlar, peşəkar ifaçıların iştiraki falan, beşman, hər halda Əli Ağa Vahidin ruhu şad olsun, amma meyxana gecəsidir deyə. Burada bizim meyxana sevərlər yığışıb, böyük əksəriyyət, yəqin ki meyxana sevərlərdir. Və bizim qonaqlar arasında bilmirəm harada oturub, Şirzad qardaşımızı istəyirəm bir alqışlayaq. Şirzad, Arxiv Şirzad. Şirzad, xoş gördük. Şirzad qardaşım, bu gördüğünüz insan meyxananın yayılmasında, çəkilişlərində, heç kimin bəlkə də hələ evində, arxivində olmayan yazılar var. Onun da yanında Ataş dostum oturub. Ataşı da alqışlayaq. Ataş TV. Əslində bunlar bir-birinə rəqibdirlər, amma mehriban dostlar. Bax, bir yerdə otururlar. Siz də xoş gəlmişsiniz və burada bir neçə sənətçi dostlarımız da iştirak edir. Bilmirəm, harada otururlar, biraz buradan tüstü duman veriblər, sağ olsunlar, təşkilatçılar görsənmir. Amma hər halda hamı rahatdırsa, hamı hazırdırsa, başlayaq. Əslində oturduğumuz məkan, maşallah, xoşumuza gəldi bura, mən də birinci dəfədir. Əladır, hə? Yəni bu Sibris adlanan yerdə onsuz da axşam elə ondan sonra başlayır həyat. Xanımlardan üzr istəyirəm, kişilər üçün ondan sonra başlayır həyat. Ona görə də bu günləri istəyirəm, bizim möhtəşəm burada bir ansambl var. Əvvəlcə səs rejissorumuz Cəlal qardaşımızı alqışlayaq. Cəlal və buradakı o yuxarıda eləşənlər, səs operatorları çox çalışırlar ki, səs aydın olsun. Çünki meyxanada xüsusilə xiridarlar hər ağızdan çıxan sözə xüsusi reaksiya verirlər. Eşidə bilirik, aydın eşidilir hər şey. Eşidiliriksə, yaxşıdırsa hər şey, onda mən əvvəlcə ansamblı təqdim edeyim, buyursunlar. Onlar da neçə gündür zəhmət çəkirlər, məşqlərə gəlirlər, hazırlıq görürlər. Burada iki əsas sintezator alətlərində müşahidə edən bizim Eybətovlar ailəsindən Həbib qardaşımız var. Hansı ki, çox toylarda görmüşsünüz. Həbibi dəvət edirəm. Bax, bu Həbibi tanıyırsınız. Siz bu Həbibi tanıyırsınız. Mən bunun atasını tanıyıram. Samir Eybətov, zəhmət olmasa, buyursun. Samir Eybətov da çox sağ olsun ki, Həbib qardaşım çox sağ ol. Neçə illərdir ki, meyxana müşahiyyətində xüsusi öz rolları var. Mən o Space-də veriliş aparırdım radioda neçə illər. Orada məni Samir müşahiyyət edirdi. O siz gördüyünüz Mehman Şamaxalı da dünən çıxıb yığılar. Xoş gördük sizi. Və burada yenə iki qardaşlar var. Biz tək-tək adamlara çox müraciət eləmirik. Ancaq ailəvi götürürük hər adamı. Bir alqışlar gəlsin Ağaxan Abdullayevin ruhuna. Allah ona rəhmət eləsin. Böyük üstad sənətkarımız Ağaxan Abdullayevin evladları burada iştirak edir. Tarda Orxan, Kamançada Hikmət Ağaxan oğlu. Bu gözəl istedadlı qardaşlar da son zamanlar bu gözəl sevdiyimiz alətlərdə özünə məxsus xüsusi ifalarla seçilirlər. TikTok'da da var.
Hər yerdə onların çıxışlarını görə bilərsiniz. Deməli, səhv salmayasınız. Orxan bu kişidir, Orxan. Hikmət bu kişidir, Allah sağ olsun. İndi də zərb alətlərində İskəndər Adgözəlov qoşa nağara çalan İskəndər qardaşımızı alqışlayaq. Və nağarada Ruhullah Dadaşov, alqışlayaq zəhmət olmasa, gözəl alqışlarla. Beləliklə məclisimizə başlaya bilərik. Gözəl hazırlıqlar var, gözəl qafiyələr var, gözəl bircə problem var, xahiş edirəm burada. Hamınızdan xahiş edirəm, acizanə xahiş edirəm. Vüqar Əbdülov da alqışlayaq. Və böyük hörmətlə, böyük məhəbbətlə meyxanaçılara dəvət eləmək istəyirəm. Əslində, yəqin ki, reklamlarda görmüşsünüz, o paylaşımlarda görmüşsünüz və bu günləri burada iştirak edən sənətkarların hər biri sayılıb seçilən sənətkarlardır. Heç birini bir-birindən fərqli olaraq müqayisə eləmək olmaz. Mən çox vaxt itirmədən bir ad çəkəcəyəm və təsəvvür edirəm ki, burada nə boyda bir alqışlar olacaq. Uzun illər meyxana sahəsində, meyxana meydanlarında böyük təcrübəsi olan, hamımızın xətrini çox istədiyimiz, Qara Ruslan dediyimiz Ruslan Müşfiqabadlı. Çox sağ olun alqışlarınıza görə. Və hal-hazırda Allah uzaq yolun yaxın eləsin, Allah qapısını açsın bizim hörmətli Rəşad Dağlı dostumuz. Kaş ki bu hadisə baş verməzdi. Ömrünün yaradıcılığının gözəl bir zamanında bir neçə ilini təhvil verəsi oldu. Bircə lazım olmayan bir şəraitdə Allah qapısını açsın. Hər ağızda bir dua var. Biz də arzu edək ki, tezliklə azadlığına qovuşsun. Rəşad Dağlı'nın tələbəsi kimi vaxtilə tanıdığımız, amma sonralar özünün öz adını doğruldan meyxana sahəsində Cahankeş Balaxanı kimi tanınan Cahankeş! Biz əslində bayağı görüşmüşük, sizin yerimizə görüşürəm ha. Sizin yerimizə görüşdük Cahankeş'lə. Təbii ki, meyxana sənətini Cənub zonasında çox istəyirlər. Buradan bütün Cənub zonasına salamlar olsun. ...90-cı illərdən bəri mən ayaq tutandan öz ağlıma görə, öz təcrübəmə görə danışıram ki... Ağa Səlim Çıldaqla, Allah rəhmət etsin Kərimlə, Allah rəhmət etsin Elçinlə, Ağa Mirzə ilə bir yerdə Məşəd Baba ilə çox gedərdik o zonalara və o zonalarda bizə çox böyük hörmət var idi. Və o vaxtı o tərəflərdə meyxana deyən yox idi. Amma bugün orada da daha çox meyxana deyənlər var. Heç kimlə addımını bir addım geri qoymayan Rüfət dahi var. Rüfət, xoş gəlmişsən. Biz arkada görüşmüşdük, cəmaatın adından görüşdük səni. Xoş gəliblər, Kərandan gələn var. Ay maşallah. Və sizə deyim ki, meyxanaçılar həm də bəziləri
böyük televiziya layihələrində senarist kimi fəaliyyət göstərirlər. Senarilər yaza bilirlər, sujet xətti bilirlər, dramaturgiya bilirlər deyə bu günləri televiziya efirlərində böyük ehtiyac var. O bir bizim dostumuz var, bugün sizin qarşınıza çıxacaq. Onun böyük zəhməti var bəzi televiziya layihələrində. Vaxtıyla sizə deyim ki, bu fəlakətin verilişi falan 5 man baxırdıq, bir neçə verilişlər var. Onun senaristi kim yazırdı? Pərviz Arif! Buyursun Pərviz Arif. Pərviz, xoş gəlmişsən qardaş. Rahatsan, senari yazılıb, hər şey hazırdır. Və bir cavan deyərdim ona əslində, meyxanada cavan olmaq, həqiqətən o cavanlığın da bir həddi var, hüdudu var ki, bir zamanlar cavan olursan, təzə gəlirsən, sağa, sola, yuxarı, aşağı, baxa, özdə təzə gələn adamların çox bax, ataş, qaşı yuxarı olur, çünki çox həyəcanlıdır ki. Sonra yavaş-yavaş qaş aşağı düşdü ya. Deməli sən artıq ustad səviyyəsindəsən. Baba Qədirli gəlir. Baba, xoş gördük. Sənə də uğurlar bu gözəl konsertdə. Sizə deyim ki, əslində burada tutulan qafiyələr, görülən hazırlıqların böyük əksəriyyətindən əslində iştirakçıların da xəbəri yoxdur. Yəni burada da biz çalışacağıq ki, daha bədahətən olsun. Çünki xiridarlar var ki, tükü tükdən seçirlər, sözü sözdən seçirlər. Ona görə də sizə hörmət əlaməti olaraq biz özümüz də belə qərara gəldik ki, hər şeyi eksprompt eləyək ki, əsl meyxana sənəti, əsl meyxananın o bədahətən deyilən hissəsi də sizə aydın olsun. Orada qırmızı işıq gəlir, kimsə canlı çəkir. Canlıda döyürsən qaqa. Bu sən telefonu yiyim ha. Canlı çəkmin də, yəni söhbət elədik də. Və meyxana sənətində çox sənətkarlar var ki, meyxana ilə başlayıb, sonra qəzələ çevirib, o işini qəzəl yazmağa çevirib, sonra daha mükəmməl çalışıb, artıq bu çəkdiyim adın bu günləri Azərbaycan meyxanasında xüsusi bir adı var, xüsusi bir hörməti var, tərcümələri ilə, kitabları ilə daha çox sevdiyimiz, xüsusilə adını Əzim dediyimiz Pünhan Əzim. Pünhan, xoş gördük sən əzim. Mən konsertdən qabaq belə bir təşəbbüs elədim. Dedim ki, bir müddət ANS kanalında o vaxt meyxanaçıları coğrafi bölmüşdülər. Pünhan Alatavalı, Ruslan Müşfiqabadlı, Cahankeş Balaxanlı. Dedim ki, gəlin bu konsertdə artıq sizi öz ayamanızla, ləqəbinizlə, imzanızla təqdim edəyik. Ona görə də deyirəm ki, Pünhan Alatavanı bugündən sonra Pünhan Əzim kimi qeyd edəyik. Alatavaya quzu kəsim ha, amma Əzim kimi daha yaxşıdır. Əzəm. Əzəm. Qarayev necədir, Qarayev? Qarayev də olar. Və burada bu üç mikrofonu niyə qoymuşuq bura, soruşa bilərsiniz. Bu üç mikrofonda da əslində cavan meyxanaçılar var. Bunların bəziləri də artıq sizlərin tələbələridir. Mən şəxsən tanımasam da bayaq məşqdə gördüm. Xüsusi peşəkarlıqla vagirə eləyirlər. Biz fikirləşdik ki, hazırladığımız kompozisiyada bir vagirəlik də olsun. Mən bu mikrofonun üçünə də yələnəsi dostlarımızı çağıram. İsa Salim. İsa Salim, buyur. Murad Məmmədov və Paşa Əsədov. Buyursun, zəhmət olmasa. Bu qardaşlarımız da inşallah, bax, bugün görürsən ayaq üstəsiz.
Mən də vaxtikən çox ayaq üstə dayandım, sonra keçdim, oturdum. O gün olsun sizin də belə bir masanız olsun. Sizə də uğurlar arzu edirəm. Konsertimiz başladı, hər şey hazırlıqsa. Bir daha gələn qonaqlara xüsusi vaxt, maddi vəsait ayırıb gəldiyinə görə hamınıza təşəkkür edirəm.